3-cü tarixli iclasda bəzi millət vəkilləri mənim göstərişlərimi yerinə yetirməyərək iclasın pozulmasına şərait yaradılar, göstərişlər verir, tapşırıqların icrasına nəzarət edir, millət vəkilləri arasında sağlam mühitin formalaşmasına səy göstərir. Reglamentin 11-ci Xalq parlamentinin şartlarında çıxışlar və qayda olaraq gündəlikdə müəyyən edilmiş ardıcılıqla çıxışlara yazılanların sıra növbəsində edilir. Xalq parlamentinin iclasına sədrlik edən iclasın gedişində lazım bildikdə bu qaydanı dəyişə bilər. 11.2 Xalq parlamentinin iclasında heç kəs Xalq parlamentinin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhkum edilir. 11.3 Xalq parlamentinin iclaslarında rəyasət heyətinin üzvlərinin növbədən kənar çıxış etmək hüququ vardır. Zərurət yarandıqda iclasa sədrlik edən millət vəkillərinə və Xalq parlamentinin iclasında iştirak edən digər şəxslərə növbədən kənar söz verədir. Vəzifələrimi də xatırladım ki, siz də məndən nəyi tələb edəndə biləsiniz ki, nəyi tələb edə bilərsiniz, nəyi Reglamentin 9.2-ci maddəsi Xalq parlamentinin iclaslarına sədrlik edənin vəzifələri. Bu reglamentdə göstərilən qaydalara uyğun çıxış edən millət vəkillərinin sözünü, səsini kəsməməli, onun çıxışına rəy bildirməməli, onu yönləndirməməli, onun çıxışı haqqında istədiyi rəyi yaratmağa cəhd etməməli. Hörmətli müstəvilərim, diqqətinizə çatdırdığım məsələlərlə bağlı aydın olmayan nəsə var mı? Soruşa bilərsiniz. Sualı olan var mı? Yəni nizamnamə və reglamenti bilməyən var mı? Hörmətli sədr, bunu aydınlaşdırmaq üçün icazənizlə bütün əlləri aşağı salın. Kim nizamnamə və reglamenti bilmirsə, əlini qaldırsın. Əl qaldıran yoxdur. Bu yaxşıdır, hamı bilir. Deməli, iclasımız Hörmətli sədr, 2 millət vəkili. Bax, gördüm. Elşad şükür dediğim kimi. Buyurun Elşad bəy, söz sizdə. Üzr istəyirəm, hörmətli sədr. Düşünürəm ki, nizamnamə və reglamenti bilməyən millətlərinə elə o nizamnamə və reglamentlə tanış olmaq tövsiyə etmək olar. Millətləri. Hörmətli millətləri, Azərbaycan Xalq Parlamenti sədrinin qərarını sizə təqdim edirəm. Azərbaycan Xalq Parlamentində millət vəkili kimi fəaliyyət göstərən Hüseyn Süleymanov özünün və ya valideynlərinin birinin Azərbaycan vətəndaşı olması barədə Azərbaycan Xalq Parlamenti Rəyasət Heyətinin seçki komissiyasına göndərdiyi 25 noyabr 2025 tarixli sorğuya mənfi cavab gətirilən Hüseyn Süleyman barəsində Azərbaycan Xalq Parlamenti nizamnaməsinin 1.1 və 4.4.2-ci maddələrinin tələbləri pozulduğuna görə reglamentinin 24.3.6-cı maddəsini rəhbər tutaraq qərar alıram. Qərarı alıram. 1. İran İslam Respublikasının vətəndaşı Hüseyn Süleymanın mandatı etibarsız elan edilsin. 2. Hüseyn Süleyman ASXP millət vəkilləri və elanlar qrupundan xaric edilsin. Hüseyn Süleymana aid bütün informasiya ASXP.org saytından silinsin. 4. Seçki komissiyasının tam tərkibinə Azərbaycan Xalq Parlamenti nizamnaməsinin tələblərini kobud surətlə pozduğuna görə xəbərdarlıq elan edilir. 5. Parlament sədrinin sorğusuna etinasızlıq göstərərək kobud rəftarına görə seçki komissiyasının üzvü Oktay Ömərova töhmət elan edilir. Hörmətli millət vəkilləri, Rəyasət Heyətinin iclası zamanı seçki komissiyasının cavabı gecikdiyinə görə zəng vurdum, əlaqə saxladım iclas zamanı. Hamı Oktay Ömərovun səsini eşidirdi. Rus dilində qeyri-etik cümlə işlədərək Rəyasət Heyətinə qarşı hörmətsizlik nümayiş etdirdi. 6.
Azərbaycan Xalq Parlamenti seçki komissiyasının üzvlərinə işlərinə daha ciddi yanaşmaq, belə səhvləri təkrarlamamaq tapşırılsın. 7. Millət vəkillərinin seçkilərlə bağlı ətraflı yoxlamalar aparmaq məqsədi ilə bu günədək toplanan seçki materialları Azərbaycan Xalq Parlamenti seçki komissiyası tərəfindən rəyasət heyətinə təqdim edilsin. 8. Seçki komissiyasının bütün sənədləri, habelə namizədlərin qeydə alınması zamanı tələb olunan səbəblərin yoxlanılması üçün xüsusi işçi qrupu yazılla çıxışma davam edir. Azərbaycan Xalq Parlamentinin siyasi təhlükəsizlik məsələsi barəsində artıq Hüseyn Süleyman məsələsinə qərarını oxudu. Hörmətli millət vəkilləri, indi isə seçki komissiyasına, rəyasət heyətinə təqdim etdiyi sənədi sizə nümayiş etdirirəm. Gördüyünüz İsveçrə müvəqqəti oturmuş sənəddir, hansı ki artıq etibarsızdır 16 noyabr tarixindən, amma əsas məsələ burada vətəndaşlıqdır. Gördüyünüz kimi İran İslam Respublikasının vətəndaşıdır. Davam edir. Azərbaycan Xalq Parlamentinin hüquqi təhlükəsizliyi. Hörmətli millətimizi Sualsız. Teşekkürler, devam edelim. Təşəkkür edirəm, hörmətli sənəd. Xeyr, bu əsla belə deyil. Əksinə bu elə demokratiyanın özüdür. Demokratiya bütün fəaliyyətin qanun üzərində olmasını tələb edir. İndi qısaca izah edəcəyəm. Hüseyn Süleymanın namizədliyi Nizamnamənin 1.1 və 4.4.2 Reglamentin 24.11.4-cü maddələrinin tələblərinə zidd olaraq qeydə alınmışdır. Əslində onun namizədliyini qeydə almaq olmazdır. Namizədliyi qeydə alınmayan şəxsin adı bülletenə daxil edilə bilməzdir. Adı bülletende olmayan şəxsə Azərbaycan xalqı səs verə bilməzdir. Azərbaycan xalqının səs verə bilmədiyi adam xalq parlamentində seçilər və mandat qazana bilməzdir. Millət vəkili mandatı olmayan şəxsin isə bu iclasda heç bir hüququ yoxdur. Nə iştirak, nə söz, nə də səs hüququ. Bəs Azərbaycan vətəndaşı olmayan, valideynlərindən birinin Azərbaycan vətəndaşlığını sübut edən sənəd təqdim edilmədən necə oldu ki, İran İslam Respublikasının vətəndaşı Azərbaycan Xalq Parlamentinə seçildi? Niyə Azərbaycan Xalq Parlamentinin müvafiq strukturu bu xəta yoldur? Cavab elə demokratiyadadır. Necə? Çünki Azərbaycan Xalq Parlamentində qanun qismində olan nizamnamə və reglamentin tələbləri icra olunmadı. Bu nizamnamə və reglamenti yaraşıq üçün qəbul etməmişdir. Onun tələblərinə riayət etmək üçün qəbul etmişdir. Son zamanlar bəzi millət vəkilləri rəyasət heyətinin nizamnamə və reglamentə istinad etməsini rişvənd edir. Siz bizə rişvənd etdiyiniz vaxt nizamnamənin cəmi bir maddəsi pozulduğuna görə Azərbaycan xalqına məxsus olan parlamentə İran İslam Respublikasının vətəndaşısıdır. Əlbəttə, biz hamımız insanıq, bu fəaliyyətimizdə xətalara yol verə bilərik. Seçki komissiyasının Azərbaycan Xalq Parlamenti üzərində böyük və danılmaz səhvdir. İstisnasız olaraq hər birimizin parlamentdə olmasında seçki komissiyasının bir zəhmət payı var. Biz bu zəhməti dərk edib və dəyərləndiririk. Bununla yanaşı həm də onların nəzərdə çatdırırıq ki, seçki komissiyası Azərbaycan Xalq Parlamentinin giriş qapısıdır. Biz bu qapını xarici kəşfiyyat əməkdaşlarına taybatay aça bilmərik. Yoxsa belə getsə Xalq Parlamenti xarici kəşfiyyat əməkdaşlarının oylağına çevrilər. Apardığı işlərdə seçki komissiyasına uğurlar arzu edirəm. Azərbaycan Xalq Parlamentinin siyasi təhlükəsizliyi barədə. Hörmətli millət vəkilləri, Azərbaycan Xalq Parlamenti siyasi qurumdur, siyasi ünsüzdür. Bugün biz ölkəmizdə olan istiqrar rejimi səbəbindən Xalq Parlamentini yaratmışıq. Hazırda hakimiyyətdə olmasaq da parlament məhkumunun özü siyasi hakimiyyətin qanunverici qoludur. Ölkənin siyasi arenasında istər Rusiya, İran və ya İsrail kəşfiyyatının at oynatdığını biz hamımız çox yaxşı bilirik. Azərbaycan Xalq Parlamenti rəyasət heyətinin buraxılması məsələsində növbədən kənar iclas üçün 22 millət vəkili müraciət edir. Aşağıda gördüyünüz millət vəkillərinin imzasıdır. Qırmızı rəngdə xüsusi olaraq qeyd olunan millət vəkilləri barəsində intizam araşdırılması aparılır. 15 noyabr iclasında təşkil olunmuş təxribatın iştirakçılarıdır.
Bizim diqqətimizi dərhal o fakt çəkdi ki, Azərbaycan Xalq Parlamentinə sızdırılmış İran İslam Respublikasının vətəndaşı rəyasət heyətinin buraxılması təklifi ilə çıxış edir, amma bu müraciətdə onun imzası yox. Bir də sizin diqqətinizi çatdırırlar. Buyurun. Teşekkür ederim. Sanki barmaq izi buraxmadan peşəkarcasına Azərbaycan Xalq Parlamentini dağıtmaq missiyasını icra edir. Təəssüf ki, Azərbaycan Xalq Parlamenti ətrafında olan bu təxribat bununla da yekundur. WhatsApp qruplarında və YouTube kanallarında rəyasət heyəti buraxılsın, yoxsa parlament buraxılsın kimi manipulyativ sorğular keçirir. İndi isə həmin sorğulardan birini sizin diqqətinizə çatdırıram. Azərbaycan Xalq Parlamentinin millət vəkilləri qrupundan millət vəkili Teymur Eminbeyli rəyasət heyətinin buraxılması və ya parlamentin buraxılması barədə sorğu keçirir. Gördüyünüz kimi sorğuda 34 millət vəkilinin rəyasət heyətinin buraxılmasına səs verir. İndi isə bu səs vermədə iştirak edənlərin siyasına baxalım. Hörmətli millət vəkilləri, həmin qrupda, yəni ASKP millət vəkilləri qrupunda bəzi millət vəkilləri 2 telefon və 2 nömrə ilə qeydiyyatdan keçir. Və bu sorğuda həmin millət vəkilləri 2 dəfə səs vermədə iştirak edir. İzlədiyimiz kimi. Davam edirik. Seçki komissiyasının üzvü Kəmalə Mehdi millət vəkili olmadığı halda rəyasət heyətinin buraxılması haqqında yaradılmış qanunsuz sorğuda iştirak edir. Davam edirik. Növbəti seçki komissiyasının üzvü Oqtay Ömərov millət vəkili olmadığı halda, bu məsələdə heç bir səs və söz hüququ olmadığı halda bu sorğuda iştirak edir. Davam edirik. Növbəti millət vəkili 2 akkauntla həmin sorğuda səs vermədə iştirak edir 2 dəfə. Və son olaraq Azərbaycan Xalq Parlamentinə sızdırılmış İran İslam Respublikasının vətəndaşı. Hörmətli millət vəkilləri, birincisi bu sorğunun özü təxribatdır və qanunsuz. Çünki nə rəyasət heyəti, nə də parlamentin buraxılması hüquqi cəhətdən qeyri-mümkündür. Azərbaycan Xalq Parlamenti nizamnamə və reglamentində belə bir anlayışdır. Nizamnamənin 10.2-ci maddəsinə əsasən parlament yalnız qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirdikdən sonra buraxıla bilər. Amma ondan da daha vacib olan məqam odur ki, bu sorğuda səsvermə saxtakarlığı ilə Azərbaycan Xalq Parlamenti millət vəkillərində vahimə yaradılır. Sanki biz çoxuq, siz bizə boyun əyilmişsiniz fikri yaradılır. Siyasətdə bunun adına prepiska edilir. Yəni rəqəmlərin saxtakarlıqla şişirdilməsi. Məsələn, hansısa partiya prepiska edib, güya 50.000 üzvü var. Meydana çıxanda isə sadəcə məhv olur. Məsələ ona görə də deyilir ki, siyasətdə prepiska intihardır. Elə bu halda olduğu kimi. Hörmətli millət vəkilləri, çox tez-tez irad bildirirsiniz ki, bizim nəvələrimiz ekrandan bizə baxır. Bilirəm, başa düşürəm. Mən də istəməzdim ki, mənim nəvələrimin və yaxud da övladlarımın qarşısında hansıza əksik işimə görə baş aşağı olur. Ona görə də belə əməllərə mən yol verirəm. Teşekkür ederim. Ola bilər ki, Teymur Eminbeyli siyasəti belə başa düşür. Qot-botu salmaq, səsküy yaratmaq, boy və gəldə atmosferi yaradaraq, səsvermədə saxtakarlıq edərək qanunsuz yollarla hakimiyyəti ələ keçirmək. Bunun adı siyasət deyil, başqa şeydir. Millət vəkillərindən bu əməlin adlı çıxışları zamanı vurğulamağı xahiş edirəm. Oy Teymur bəy siyasət zənn etdiyi əməlin əsl mahiyyətini dərk etsin. İkinci və dahi daha vacib məsələ. Seçki komissiyasının üzvləri rəy sorğusunda rəyasət heyəti buraxılsın deyil. İndi isə mən bu tribunadan deyirəm. Seçki prosesində səhləkarlığı ucbatından Xalq Parlamentinə İran vətəndaşını sızdıran rəyasət heyəti buraxılsın sorğusunda
səsvermə saxtakarlığı edən seçki komissiyasının özü buraxılmalıdır. Hörmətli millət vəkilləri, mən bu prosesi qoşulanları heç də ittiham etmirəm və fikrim də yoxdur. Amma mənə maraqlıdır ki, yəni aramızda özünə bu sualı verən olmadı ki, 5 həftədir seçilmiş İran İslam Respublikasının vətəndaşı, Azərbaycan siyasətçiləri Namizəd Səfərovu, Xatirə Cəbrayılova, Ataxan Ədilovu, Ərəstan Oruclunu hardan tanıyır ki, bu cür həvəslə önə keçir və onların rəyasət heyətindən getmələri üçün əməlli başlı siyasi koordinator rolunu oynar. 15 noyabr və 22 noyabr tarixli qapalı iclaslarda və qruplarda rəyasət heyətini və şəxsən parlament sədri Xatirə Cəbrayılovanı təhqir edir və haqqında imtahanlar verir. Hörmətli millət vəkilləri, gələcəkdə belə halların təkrarlanmasının qarşısını almaq üçün aşağıdakı tövsiyə edilir. Hüquqi müstəvidə 1. Azərbaycan Xalq Parlamentinin nizamnamə və reglamentindəki tələbləri hər kəs üçündür və hamı tərəfindən nizamnamə və reglamentin tələbləri riayət edilməlidir. Qanun ona əməl etməkdir. Siyasi müstəvidə 1. Siyasətdə protesto etmək intihar. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan Xalq Parlamentinin əleyhinə olan hər hansı bir fəaliyyətdə maksimum ayıq-sayıq olmağımız lazımdır. Bizim başımız burada bir-birimizə qatırlar, düşmən isə yatmır, aramıza sızdırılır, Xalq Parlamentini dağıtmağa cəhd. Mənəvi müstəvidə İran vətəndaşını qanunsuz olaraq aramıza sızdırır. Sonradan onun dili ilə Azərbaycan Xalq Parlamenti sədrini təhdid etmək, elə Azərbaycan xalqını təhdid etmək. Çünki xalqın 8000 civarında sesini almış parlament sədri Xatirə Cəbrayılovanın Azərbaycan xalqını təmsil etmək haqqı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovadan daha çoxdur. İlham Əliyevdən daha çoxdur. Çünki biz Azərbaycanda yeganə siyasi təşkilat müstəqil. Azərbaycan Xalq Parlamenti Azərbaycan Respublikası Milli Məclisinə alternativ olunur. Biz indi gələcəyə zərurət yarandığı halda ölkədə məsuliyyəti öz üzərimizə götürərək dövlətə və xalqa sahib çıxmaq üçün çalışmalı olduğumuz halda artıq neçə həftədir ki, bu təxribatın qarşısını almaqla məşğuluq. Hörmətli dostlar, hörmətli millətlər, Azərbaycan Xalq Parlamentində kifayət verən Azərbaycan Milli Müqavimət Hərəkatının üzvləri olduğunu nəzərə alaraq, onlara da bir dost tövsiyəsində bulunmaq istərdim. Əziz Milli Müqavimət Hərəkatının üzvləri, sizi bu çətin dövrdə ayıq-sayıq olmağa çağırıram. Elə olmasın ki, xalqda sizin barənizdə Milli Müqavimət Hərəkatı Xalq Parlamentini dağıtmaq istəyir fikir olmalırsın. Mən istəmərəm ki, xalqda İran İslam Respublikasının vətəndaşı Hüseyn Süleyman müqavimətçilərdən ibarət seçki komissiyasının qanun pozuntusu ilə Azərbaycan Xalq Parlamentinə sızdırılır. 15 noyabr tarixli iclasını bəzi müqavimətçilər pozub, İran vətəndaşının rəyasət heyətinin buraxılması təklifinə bəzi müqavimətçi millət vəkilləri dəstək verir, müqavimətçilər WhatsApp qrupunda rəyasət heyətinin buraxılması sorğusunda səsvermə saxtakarlığı ilə xof yaratmağa çalışır, Xalq Parlamentini dağıtmaq istəyir fikri formalaşsın. Bu, sizin xalqın etimadını itirmənizə səbəb ola bilər. Elə olmasın ki, bu prosesin nəticəsində həm də müqavimət hərəkatı zəifləsin ki, nəticədə də hər iki təşkilat uduzmuş olsun. Hörmətli sədr, mən çıxışımda heç bir millət vəkilinə heç bir sual ünvanlamadım və çıxışımı da burada yekunlaşdırıram. Heç kimə də ittiham səsləndirmədim. Buna görə də mənim məruzəm heç kimdə cavab haqqı yaratmır. Məruzəmi bitirdim, hörmətli sədr.
zəhmət